3 manat pul vermişim bu göylərə. Hardadır Gəncənin dəstləri? Bunun üçün darıxıram. Soruşursuz, darıxırsız. Baxın. 2 dənə spanaq. Qava soxuşduruqlar. Vəsə. Doyğa istəyirik axı. Doyğa lazımdır. Turğuyaq, spanaq, keşniş, çüyüd. Nənə bir də var. Qatıq burada yoxdur. Ona görə kefir onun əvəzi olacaq. 2 litr kefir aldım. Kefirin içində bir dənə yumurta, bir qaşıq un qarışdırırıq. Göylər torğadım. İndi tökürəm kefirin üstünə. Düyü də pişmiş düyüdür. Oje göyün rəngi gedibdir. Atıram. Tu maşallah. Hazırdır döyğa. Dadam. Sən birinci dadına baxırsan bu döyğaya. Sonra mənə deyirsən. Nətərdir? Pavladarda qatıq tapamamışam döyğa. Gəncə döyğası deyil. Yaxşıdan ha. Dadır? Teşekkür ederim. Nuş olsun. Başlayırıq satışa. Gəncə döyğası satılır. Kilosu nədir? Nuş olsun. 1 litrin qiyməti ev saxlayacağım deyəcəm. Pavlodar şəhərində döyğə satıram.